Salam hər kəsə. Bildiyimiz kimi, magistratura imtahanına hazırlıqlar başlayır və mən də bu hazırlıqlara qədər, sizdə baza yaratmaq üçün bütün ən çox çaşdırıcı, ən çox düşən mövzuları izahını çəkib, YouTube kanalıma yerləşdirəcəm. PDF-i də Telegram və WhatsApp kanallarıma göndərəcəm, oradan da baxa bilərsiniz. İndi isə başlayaq. İndi bu gün magistratura imtahanına, ən 1-2 sual düşən informatikanın əsas anlayışları və informasiya kodlaşdırması mövzusundan başlayaq. Birinci informatikanın ilkin anlayışından başlayaq. Buranı özünüz oxuyursunuz, çox da illər sizin üçün çox da vacib deyil. Amma buranı bilməniz vacibdir. İnformatika sözü informasiya və avtomatika sözlərindən yaranıb, bu əvvəldə qabilə düşmüş bir nüansdır. İngilis dili ölkələrində isə bu elm sahəsi computer science, kompüter elmi adlanır və keçmiş illərdə qəbula düşmüş sualdır. İnformatika kompüter texnikası köməklə informasiya toplanması, saxlanması, emal və ötürülməsi, ifadə edilməsi qanuna uyğunluğunu öyrənən bir elmdir. İnformatika 3 əsas tərkib hissəsi var. Hardware, aparat təminatı, software, proqram təminatı və brainware, alqoritmləşmə və qaltır təminatı. Bunların üçündən də sual düşür, ayrı-ayrılıqda nəzəri suallar olur. Bunun üçün də biz keçəcəyik dərslərimizdə. İndi isə verilən informasiya və bilik anlayışlarına keçək. Magistratura imtahanlarına tez-tez qarşıya çıxan əsas konseptual zəncirdir. Verilən informasiya, bilik. Bu ardıcıllıq vacibdir, qəbula düşmüş yenə bir nüansdır. Bu konspektə əsasən mən magistratura imtahanına ən çox düşə biləcək nüansları bir yerə yığıb deyək. Verilən VIP kimdə yadda saxlayasınız. Verilən informasiya bilik. Birinci veriləndən danışaq. Şəkilləndirilməmiş, ilkin halda olan, hələ emal edilməmiş fakt, xəbər və ya müşahidədir. Yəni bunun bizim üçün bir mənası olub olmamağı bizim üçün bir əhəmiyyət kəsb eləmir. İnformasiya isə verilənlərin emal olunmuş formasıdır. Müəyyən bir kontekstə salınmış və emal olunmuş veriləndir. Məsələn, otağın temperaturu 25 dərəcədir. Bunun bir mənası var. Bilik isə bu həmin informasiya, emal olunmuş informasiyadan təzədən emal olunması ilə təcrübələrimizə əsasən bir məna çıxarılmasıdır. İnformasiyanın əsas təfəkkürü, təcrübəsi və məntiqi süzgəcindən keçərək qanuna uyğunluq şəklində mənimsədilmiş formasıdır. Məsələn, otaq temperaturu 25 dərəcə olduğunda insan özünü rahat hiss edir. Yəni bildiyimiz kimi informasiya nəticəsində buradan biz bir nəticə çıxartdıq. Bu da bilik olmuş olur. İnformasiyanın xassələrinə gələk. Obyektivlik, insanın o subyektiv fikrindən, arzusundan və şuurundan asılı olmaması. Hava çox soyuqdur, subyektivdir. Hava 5 dərəcədirsə obyektivdir. Yəni mənim üçün hava soyuq ola bilər, sənin üçün isti ola bilər. Bu insandan insana dəyişə bildiyi üçün bu subyektiv fikir adlanır. Amma hava 5 dərəcədir deyirsə, bunu ölçürük və deyirik. Bu da yəni o subyektiv fikir yoxdur. Fikir hamı üçün obyektivdir, tamdır. Sonra tamlığa keçək. Düzgün qərar qəbul etmək üçün informasiya kifayət qədər əhatəli olması. Məsələn, bizə bir sual verə bilər ki, bizim parola açarlarımız var və qıfıllar var. Amma hansı açarın hansı qıfıla uyğun olduğunu bilmirəm. Bu zaman hansı xassə pozulmuş olur? Tamlıq xassəsi pozulmuş olur. Yəni mənim bir informasiya var əlimdə, amma bu tam deyil. Ona görə də mənim üçün əlverişli deyil. Dəqiqlik, informasiyanın təhrif olunmadan lazımi siqnalların çatdırılması, yəni bu informasiyanın dəqiq olub olmamağını, səhvsiz olub olmamağını yoxlayır. Etibarlılıq isə informasiyanın real vəziyyətdə uyğunluğu tərifsiz mənbədən almaz. Burada dəqiqlik və etibarlılığa diqqət edin. Dəqiqlik o deməkdir ki, yəni bu informasiya səhvsizdirmi? Etibarlılıq isə o deməkdir ki, yəni mən bu informasiyaya güvənə bilərəmmi? Dəqiqliklə etibarlılığın arasındakı fərq budur. Sonra aktuallıq, informasiyanın cari zaman alınan uyğunluğu və yararlılığı. Ola bilər, məsələn, yenə bizim əlimizdə bir parol olar. Kompüterə girmək istəyirəm, parolu daxil edirəm, amma uyğun gəlmir. Parol dəyişilibdir ya da indiki zamanla uyğun gəlmir. Bu zaman aktuallıq xassəsi pozulmuş olur. Anlaşıqlılıq, aydınlıq, informasiyanı qəbul edən şəxs üçün başa düşülən dildə olması, yəni informasiyanın anlaşıqlı olması adında da görünür. Qiymətlilik isə informasiyanın qarşısına qoyulan məsələlərin həllində oynadığı roldur. Yəni bu informasiya mənim məsələmin həllində mənə nə qədər dərəcədə kömək oldu, nə qədər dərəcədə faydalı oldu, bu deməkdir. İnformasiyanın növləri, forması və duyğu üzvləri ilə qəbulu. İnsan duyğu üzvlərinə görə informasiya 5 növə bölünür. Vizual, görmə, 90% gözlə alınır informasiyanın, 80-90% bu imtahana düşmüş bir nüansdır. Audio eşitmə, səs vasitəsilə qulaqla qəbul edilir. Taktil dəri vasitəsilə, qoxu, burun vasitəsilə qoxuların duyulması, dad isə dil vasitəsilə dadın təyin edilməsi ilə alınan informasiya. Təqdim olunan formasına görə mətin, ədədi, qrafik, səs və multimedia, yəni qarışıq. Bunun da adına görünür ki, mətin informasiyanı, mətnlə təsvir olunan informasiya mətnlər şəklində, ədədi rəqəmlər şəklində, qrafiki şəkillər, səs, audio şəklində, videolarda video şəklində, kombinasiya isə qarışıq şəkildə təqdim olunur. İnformasiyanın forması bir analog forması olur və bir də diskret kəsilən forması olur. Analog kəsilməz adlanır. Təbiətdəki informasiyadır, zaman daxilində kəsilməz olaraq dəyişir. Məsələn, insanın səsi, temperatur dəyişməsi və s. Diskret rəqəmsal və kəsilən informasiya adı adlanır. Müəyyən qiymətlər alan, rəqəmlərlə ifadə olunan informasiyadır. Kompüter texnikası yalnız diskret informasiya işləyən. Yəni kompüterdən söhbət gedirsə, bu informasiya diskret informasiyadır. Biz isə keçək informasiya proseslərinə. İnformasiya üzərində aparılan əsas əməliyyatlar informasiya prosesləri adlanır. İnformasiya
toplanması, saxlanması, emalı, ötürülməsi, çatdırılması və s. İndi isə ötürmə sxemi. İnformasiyanı ötürmək üçün bu Claude Shannon modeli deyilir. Yenə qəbul edilmiş bir nüansdır. Birinci informasiyanı ötürmək üçün bizim mənbə, informasiya mənbəsi olmalıdır. Sonra kodlaşdırıcı qurğu olmalıdır. Kodlaşdırıcı qurğunun ötürülməsi üçün bir rabitə kanalı ötürmə mühiti olmalıdır. Sonra dekodlaşdırıcı qurğu və nəhayət qəbul edici olmalıdır. Yəni bunu bu ardıcıllığı əzbərləməyiniz tövsiyə olunur. İnformasiya kodlaşdırılması və məsələ həlləri. Deməli, informasiya kabilə daxil edilməsi üçün onun 0 və 1-lərdən ibarət 2 qat koda çevrilməsi ilə kodlaşdırma deyilir. Əsas həcm vahidləri biz ölçü vahidlərini keçəsi il, onu da inşallah videosunu yerləşdirəcəm YouTube kanalına çox aydın bir şəkildə baxa bilərsiniz, abunə olub baxa bilərsiniz. 1 byte 8 bit, 1 kilobayt 210 byte, 1 megabayt 210 kilobayt, yəni 220 byte'dır. 1 gigabayt isə 210 megabayt və 230 byte. İndilik bunları əzbərləməyiz kifayətdir. Amma ölçü vahidləri də dediyim kimi ətraflı keçəsiz. Əlifba düsturu. En simvol bir əlifba, hər bir simvolun yaddaşda tutduğu yer i olarsa, əlifbanın gücü n bərabər 2 üstə i olur. I orada dediyimiz kimi bir simvolun yaddaşda tutduğu yerdir, n isə əlifbanın gücüdür. Mətn informasiya kodlaşdırılması. Mətn informasiyalarında 3 əsas standart istifadə olunur. Bir ASCII, əlifbada 256 simvol var, yəni 208. ASCII-də bir simvol 1 byte, yəni 8 bit yer tutur. Unicode isə əlifbada 65536 simvol, yəni 216. Orada da bir simvol 2 byte, yəni 16 bit yer tutur. Mətnin həcmi düsturu. Əgər mətnin həcmini tapmaq istəyiriksə, onun səhifə sayını, sətr sayına, simvol sayını isə bir simvolun həcminə vururuq. Yəni i-yə. Burada i nüansına xüsusən diqqət eləyin. Yəni ki, burada əlifbanın gücü yox, bir simvolun həcmini vururuq. Məsələn, bir misala baxaq. Kitab 32 səhifədən ibarətdir. Hər səhifədə 64 sətr və hər sətirdə 128 simvol var. Bu mətn mümkün standart ilə kodlaşdırılsa, kitabın yaddaşda tutduğu həcmi kilobaytla hesablanır. Deməli, bizə səhifə sayını 32 verib, tövsiyə edirəm ki, həm abituriyentlər, həm də magistratura imtahanı hazırlaşan üçün ikinin qüvvətlərini əzbərləyin. Yəni, mütləq ki, belə bu tipdə düşür rəqəmlər ikinin qüvvətləri şəklində ki, sizin üçün hesablamaq asan olsun. Çünki yəni 32-ni 64-ə vurarıq, sonra 128-ə vurunca, yəni bu çox-çox böyük rəqəmlər alınır. O da bizim o zaman daxilində hesablayıb həll eləməyimiz, həm də düzgün həll eləməyimiz mümkünsüzə yaxın bir ehtimaldır. Deməli, səhifə, sətr və simvol sayları verilib. Unicode standartının olduğuna görə bir simvol 2 byte, yəni bir simvol 2 byte'dır, yəni 2 byte'a vururuq. 16 bitdə yaza bilərsiniz, bu da bir məna kəşf eləmir. Əgər 16 bit yazsaq, bunu yadda saxlamalıyıq ki, cavabı bitlə alırıq. Onu byte-a keçirəndə, kilobayta keçirəndə də onu nəzərdə saxlamalıyıq. Amma əgər 2 byte-a vursaq, cavabı byte-la alırıq. Ondan da yenə kilobayta, megabayta nəyə çevirirsə, ona uyğun çevirməliyik. Deməli, 2 üstü 5 vurulsun, 2 üstü 6 vurulsun, 2 üstü 7 vurulsun, 2 byte bərabər 2 üstü 19 byte eləyir. Onu da kilobayta çevirmək üçün 2 üstü 10-a bölürük. 3 üstü 9, o da eləyir 512 kilobayt. İndi əlifbanın gücünə aid belə bir misala baxaq. 128 simvolu əlifba ilə yazılmış, 200 simvoldan ibarət mətn yaddaşda neçə bit və neçə byte yer tutur. Əlifbanın gücü n bərabər 128, 2 üstü 7-dir. Deməli, bir simvolun həcmi 7 bitdir. Bunu yadda saxladıq, ancaq mətnin kodlaşdırılmasında da bundan istifadə edirik. 2 üstü 7-dən 2 üstü nədirsə, yəni 2 üstü nədirsə ondan. 200 simvolun həcmi v bərabər 200-ü vururuq 7 bitə 1400 bit. Byte-a çevirəndə isə 8-ə bölürük 175 byte. 1400 bitdə yaza bilərsiniz. Cavab nə ilə istədiyinə sorunçur. Yəni, burada neçə byte istəyir, sizdə byte istəyə bilər, kilobayt istəyə bilər, bit istəyə bilər. Uyğun çevirirsiniz. Məsələn, hər nə qədər. Qrafik informasiyanı kodlaşdırılması. Rast qrafikasında təsvir piksellər şəbəkəsindən ibarətdir. Təsvirin ölçüsü A vuraq B piksel olduqda A, B vurulsun I bit olur. I də yenə burada rəng dərinliyi adlanır. Baxın, yenə burada i-ni vurur. Qrafik təsvirin kodlaşdırılmasında ümumiyyətlə sizə neçə n ifadə olunanda, n-i sorulsanda bu qədər rəngdən ifadə olunmuşdur deyə bilər. Rəng çalarlar bu qədər deyə bilər. Amma i deyəndə ya elə i deyə bilər, ya da rəng dərinliyi deyə bilər. Yəni, rəng dərinliyi deyəndə də i-yə vurursunuz. Amma rəng çalar deyəndə n-ə vurursunuz. Monoxrom təsvir, ağ-qara, 2 rəng var. 2 üstü 1-də 1, yəni 1 piksel 1 bit yer tutur. Ağ-qara 2 rəng var, 2 üstü də 1 və 2 üstü 1 eləyir, o da 1 piksel 1 bitdir. Yəni bu qədər. Bunu belə yadda saxlaya bilərsiniz. RGB modeli 3 əsas rəng, red, green, blue. Hər rəng 8 bit ilə verildikdə 1 piksel 24 bit, yəni 3 byte yer tutur. Buna true call da deyə bilər, 2 üstü 24. Bu 24 bitdir. 3 byte'dır. Belə yadda saxlaya bilərsiniz ki, RGB söz də 3 hərflidir. Baxın, RGB 3 hərflidir, 3 byte. Burada da 4 hərflidir. 4 byte, yəni 32 bit yer tutur. Bunların yadda saxlayın.
Onsuz da dediyim kimi konspekti göndərəcəm. Telegram və WhatsApp kanalıma paylaşacağım. Onların da linkini Instagram, TikTok onlarda da paylaşıram. Tez-tez sual izahları ona da baxa bilərsiniz. Onların da linkini aşağı yerləşdirəcəm. Qrafik təsvirin ölçüləri 512 və 256 pikseldir. Təsvir faturası da 64 əksələr olarsa, bu təsvirin həcmini kilobayt ilə hesablayın. Deməli, piksel sayını vururuq. 209, 208. Renk sayısı N, renk çaları 64'dür. Deməli, 64'də 206'dır. Yəni, bu 6'ya vururuq. Pikselin dərinliyi, baxın, bir pikselin dərinliyi 6 bitdir. Onların da hamısını yenə bir-birinə vururuq. Bit verilib, bitdən kilobayta keçirik. 16 edir, 96 kilobayt. Əsasən, bunu deyə bilərəm ki, informasiya kodlaşdırılması da istər mətin, səs, video ya da qrafik informasiya kodlaşdırılması əsas məqsəd verilənləri bir-birinə vurmaqdan ibarətdir. Yəni bir-birinə vurursunuz, sonra ölçü vahidləri ilə nəyə istəyirsə ona çevirirsiniz. Dediyim kimi magistratura imtahanında mütləq çox böyük ehtimalla qrafik informasiya kodlaşdırılması və mətn informasiya kodlaşdırılmasından ikisini bir yerdə salırlar, ayrı-ayrı sala bilirlər, ikisindən birini sala bilər, amma mütləq bir-iki sual düşür. Əsas və dediyim kimi də gördüyünüz kimi də yəni çətin suallar olmurlar. Rahatlıqla yaza bilərsiniz. Səs informasiya kodlaşdırılması. Səs siqnalları kəsilməsi siqnallar onun kompüterdə saxlanması üçün diskretləşdirilir, rəqəmsallaşdırılır. Yəni diskretləşdirmə tezliyi, hertz, dərəcəlilik, bit, yenə müddəti və kanalların sayını bir-birinə qoyulur. Mono səs bir kanallı deməkdir. Stereo 2 deməkdir, 2 kanallı səs. Kvadroda 4 deməkdir. Kvadro çox vaxt istifadə olunmur. Bu ikisini əzbərləsəz bəsdir. Misallara baxaq. Diskretləşmə tezliyi 16 kHz olan 16 bitlik dəqiqliklə kodlaşdırılmış 2 kanallı səs faylının uzunluğu 32 saniyədir. Bu audio faylının yaddaşdakı həcmini kilobayt ilə tapın. Deməli, 16 kHz mütləq kHz verirsə bunu herzə çevirməliyik. 1 kHz yadda saxlayın ki, 1000 Hzdir. Yəni nə veribsə 16-nı 1000-ə vururuq, 16000 yazırıq. kHz verirsə herzə çevirib belə hesablamalısınız. Sonra baxın. Dərəcəlik 16 bit 2 baytdır. Bak kimi də yaza bilərsiniz. Bit kimi də 2 kanaldır. Müddət 32 saniyədir. Həcmi hesablayaq. 214'ü. Burada yəni vururuq 201'ə. Yəni 2'yə. Onu da vururuq 2'yə. 205'ə. 221 bayt. Kilobayta çevirəndə də 210'a bölürük. 211 alınır. O da 2048. Yəni 2 megabayt. Video informasiya kodlaşdırılmasına keçək nəhayət. Video informasiya kodlaşdırılması da yenə başa düşdüyünüz kimi verilənlər bir-birinə vurmaqdan ibarətdir. Burada kadrların ölçüsü, piksel dərinliyi, kadr tezliyi və müddət verilir. Məsələn, ekran təsviri 1024-512 piksel olan 256 rəng palitrasına malik 16 saniyəlik video faylının kadr tezliyi 32 kadr bölünsün saniyədir. Video faylının yaddaşdakı həcmini megabayt ilə tapın. Kadrların ölçüsünü tapırıq birinci piksəllə. Sonra rəngçaları verilib bir pikselə düşən bitlər sayını tapırıq. Bir kadrın həcmi 219 bayt olur. Sonra kadr tezliyi 13 kadr bölünsün saniyədə 205 yazırıq. Müddət 16 ise 204 yazırıq. Cəmin kadr sayını tapırıq. 205 vursun 204, 209. Ümumi həcm isə 219'u vururuq 209'a. Bunun hamısı bir yerdə hesablaya bilərsiniz. Ayrı-ayrı hesablayıb sonra vura da bilərsiniz. Megabayta çeviləndə isə 1 megabayt bilirik ki 220 baytdır. 228'i 220'ye böləndə 208'i 256 megabayt olur. Bugünkü dərsimizdən bu qədər. Bir şey qeydinizə çatdırım ki, bizim magistratura dərslərimizdə başlayıb 1 sentyabrdan 25 avqustda sınaq dərsimiz olacaq. Qoşulmaq istəyənlər üçün WhatsApp kanalı açacağım. Bu nömrə ilə, gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. 1-3, 3-cü, 5-ci günlər saat 8'də olacaq və qeydiyyatdan keçən ilk 5 nəfərə xüsusi endirimlərimiz olacaq. Dediyim kimi nömrə ilə əlaqə saxlaya bilərsiniz. Daha çox məlumat, daha çox video, daha çox test sınaq həlli həm burada, həm WhatsApp və Telegram kanalımda paylaşmağa çalışacağım sizin üçün. Bugünlük bu qədər. Hələlik.